Dostlar, nəyə görə planlarınız, çatacağınız uğur, əldə edəcəyiniz qazanc haqqında kiməsə danışanda, bunu kiminləsə bölüşəndə o işləriniz alınmır, o uğura çata bilmirsiniz, o qazancı əldə edə bilmirsiniz. Bunun səbəbini izah edirlər ki, yəni sən bunu danışmamalısan, kiminləsə bölüşməməlisən. Bunun səbəbi danışmaqda yox, dostlar, kimə danışmaqdadır. Çünki insanın içində sevincini bölüşmək istəyi var. Sevincini kimləsə paylaşmaq istəyi var. Və burada siz artıq yəni uğura çatmaq üzrəsiz, qazancı əldə etmək üzrəsiz. Bunu sevinci artıq siz kimləsə paylaşmaq, kimləsə bölüşmək istəyirsiniz. Yəni burada siz bu sevinci, bu uğuru Allahla bölüşmək əvəzinə başqası ilə bölüşürsünüz. Lakin bunun şükrünü yerinə yetirməklə ki, ilahi, bu yəni əldə edəcəyim uğuru, qazancı sənin verdiklərin sayəsində mən əldə edəcəm. Yəni bunu Allaha danışmaqla, bu təşəkkür, Allaha təşəkkür etməklə siz bunun sevincini Allahla bölüşmüş olursunuz. Lakin siz bunu belə başqası ilə bölüşəndə bu sevinci, Allah deyir ki, yəni mən hələ bu əldə etmədiyin qazancı mən sənə verəcəm. Sən artıq bunu başqası ilə, bunun sevincini başqası ilə bölüşürsən. Halbuki bunu sənə verən mənəm. Və biz bunun şükrünü yerinə yetirdikdə, bunun belə deyək, sevincini Allahla bölüşəndə Allah bunu daha da artırır. Lakin bunun sevincini başqası ilə bölüşəndə təbii ki, Allah bunu, bu uğuru, hələ qazanmadığımız uğuru Allah bizim əlimizdən almış olur.